Salam əziz izləyicilər. Bugün sizə söz birləşmələri bəhsindən danışmaq istəyirəm. Söz birləşmələri ümumiyyətlə iki yerə bölünürlər. Sabit birləşmələr və sərbəst birləşmələr olaraq bunu iki yerə bölə bilərik. Sabit və sərbəst. Sərbəst birləşmələr dedikdə məcazi mənalı birləşmələr, yəni topluluğu bir yerdə məna verən, yəni frazoloji birləşmələrdən söhbət edə bilər. Burnunuz göynəmək sözünü və ya belə burnunuz göynəməkdən misal gətirək. Burnunun ucu göynəmək. Bunlar nəyə görə sabit birləşmələr sayılır? Bunlar biz bilirik ki, frazoloji birləşmələr tərkibcə dəyişməz birləşmələrdir. Yəni ki, tərkibindəki heç bir sözü dəyişdirmək mümkün deyil. Sərbəst birləşmələr isə həqiqi mənalı birləşmələr, sərbəst birləşmələrdir. Sərbəst birləşmələr dedikdə misal olaraq şair sözü kimi götürə bilərik. Şair sözü və ya işə getmək götürə bilərik. İşə getmək. Həqiqi mənalı birləşmələrdən söhbət gedir. Bax, birləşmələrə baxdıqda ilk olaraq həqiqi yoxsa məcazi mənalı olduğuna baxmaq lazımdır. Misal üçün, bəzən tələbə burnunuz göynəmək və ya nə bilim, burnunuz göynəyəndə sözünü görür və onu feili birləşmə kimi qəbul edir. Amma bu birləşmə məcazi mənalıdır. Əgər məcazi mənalıdırsa, artıq onu sadəcə biz sabit birləşmə kimi qələmə verə bilərik. İşə getməklə bunu səhv salmaq olmaz. Həqiqi mənalıdırsa, bunu feili birləşmə, ismi birləşmə kateqoriyasına sala bilirik. Sərbəst birləşmələrimiz özü də bölünür dediyim kimi iki yerə: ismi birləşmələr və feili birləşmələr. İsmi birləşmə və feili birləşmə olaraq iki yerə ayırırıq. Feili birləşmə. İsmi birləşmələrimiz əgər ki, söz birləşməsinin iki tərəfi olur. Aslı və əsas tərəf olaraq iki hissəyə ayırırıq. Aslı və əsas tərəf. Söz birləşməsi əgər iki sözdən ibarətdirsə, sonuncu sözü əsas. Yox, əgər bir neçə sözdən ibarətdirsə, belə deyək, onun sonuncu sözünü əsas tərəf kimi qəbul edirik. Və sonuncu sözü əsasən, yəni ki, əsas tərəfə əsasən biz onun ismi yoxsa feili olduğunu müəyyən edirik. Əgər əsas tərəfimiz adlarla ifadə olunarsa, bəzən də feillərlə ifadə oluna bilər. Bura gələcəm. İsmi birləşmə. Əgər əsas tərəfi məsdər feili, sifət feili bağlama ilə ifadə olunursa, bu birləşməni biz feili birləşmə sayırıq. Misal olaraq, belə deyək də, deyirəm ki, onun qardaşı. Onun qardaşı dedikdə, biz burada görürük ki, əsas tərəfimizdə nə ifadə olundu? Əsas tərəfimiz isimlə ifadə olundu. Əsas tərəfimiz isimlə, nə bilim, əvəzliklə, evin yuxarısı deyirəm tutaq ki, evin yuxarısı dedikdə, evin yuxarısı. Əsas tərəfimiz zərflə ifadə olundu. Əgər əsas tərəfimiz isimlə, zərflə, sifətlə, uşaqların, nə bilim, cəsarətlisi, belə formada deyirəmsə, bunlar ismi birləşmə sayılırlar. Əsas tərəfim məsdər feili, sifət feili bağlama ilə ifadə olunursa, dediyim kimi, bu feili birləşmə sayılır. Bax, aslı tərəfin tutaq ki, nə ilə ifadə olunduğunun bizim üçün o qədər də fərqi yoxdur. Bəzən tələbələr belə bir şeydə çaşırlar ki, yazır oxuyan uşaq. Baxır ki, burada bu hissənin oxuyanla ifadə olması, deyir ki, mənim, baxı, feillə ifadə olunur. Bu aslı tərəfdir. Biz nəyə baxırıq? Əsas tərəfə. Əsas tərəfin uşaqla ifadə olunubsa, deməli, birləşməni biz ismi birləşmə kimi qəbul eləməliyik. Əslində, ismi birləşmələrin bölmələri proqramda yoxdurlar, amma bəzi məsələlərə görə təyini söz birləşmələri, ismi birləşmələr iki yerə bölünürlər. Təyini və qeyri-təyini. Qeyri-təyini birləşmələrdən danışmasaq da, təyini birləşmələrdən ətraflı formada danışmaq lazımdır. Çünki bu bizə qarşıda cümlə təhlilində və ya digər məsələlərdə lazım ola bilir. Təyini söz birləşmələri özü bölünür üç yerə. Birinci növ təyini söz birləşməsi, ikinci növ təyini söz birləşməsi və üçüncü növ təyini söz birləşməsi olaraq biz belə bilirik. Birinci növ təyini söz birləşməsi belədir ki, bu birləşməni birinci növdə özünə məxsus xüsusi bir şəkilçisi olmur. Və yeganə söz birləşməsidir ki, birinci növ təyini söz birləşməsi parçalanır. Yəni, qanuni olaraq parçalanır. İstisnasız falan formada. Yəni ki, qanuni halı parçalanmış haldır ki, misal olaraq maraqlı hekayə deyirəm. Maraqlı hekayə. Maraqlı hekayə dedikdə biz görürük ki, burada maraqlı hekayə oxudum. Nə oxudum? Hekayə. Necə hekayə? Maraqlı hekayə. Biz bunu cümlə tərkibində işlədiriksə, bu parçalanır və onun aslı tərəfi təyin vəzifəsinə düşür. Əsas tərəf isə müxtəlif cümlə üzvləri ola bilər. Xəbər də ola bilər,
mübtəda da ola bilər, tamamlıq da ola bilər. Xüsusən maraqlı hekayədir falan deyəndə burada çaşırlar. Yəni bunun əsas tərəfinin xəbər olması bizim üçün heç bir problem yaratmır. Heç bir problem yaratmır. Hekayədir. Necə hekayədir? Maraqlı hekayədir. Yenə də bu maraqlı hekayəni birinci növ təyin söz birləşməsi kimi qəbul edə bilərsiniz. Birinci növ təyin söz birləşməsi parçalanır deyib, parçalanmayan birinci növlər varmı? Bəli. Əsasən kitablarımızda göstərilən belə deyək, orta əsrlər, qədim dövr, orta əsrlər, qədim dövr, ana vətən, hər tərəf, yeni il kimi birləşmələr bizə verə bilirlər. Amma yadda saxlayın ki, yəni bu məsələni belə xüsusi sözlər əzbərləşməklə də yekunlaşdıra bilmərik. Yəni cümlə daxilində biz çox zaman buna fikir verə bilərik ki, bəzən tutaq ki, 2 saat sözü normalda buna sual verdikdə biz neçə saat kimi parçalamaq istədiyimizi görə bilərik. Tutaq ki, 2 saat. Amma desəm ki, mən onu 2 saat gözlədim desəm, gözlədim. Nə qədər gözlədim? 2 saat. Artıq biz bunu parçalaya bilmərik. Və ya nadir hallarda deyilən bir birləşmə verə bilərəm sizə. Nadir hallarda. Nadir hallarda sözünə baxdıqda biz necə hallarda? Nadir hallarda. Amma Azərbaycanda məsəl üçün atıram hansısa bir heyvanı, bax ki, aslana nadir hallarda rast gəlinir və pələngə tax ki, pələng nadir hallarda tapır da, aslan yoxdur ümumiyyətlə. Pələngə nadir hallarda rast gəlinir desəm, nə zaman rast gəlinir? Nadir hallarda. Yəni bunu da parçalamaq olmaz o cümlənin daxilində. Necə hallarda nadir hallarda belə bir parçalama eləmək olmaz. Yəni parçalanmayan birinci növ təyinli söz birləşmələrimizdə bizim qarşımıza çıxar. Birinci növ təyinli söz birləşmələrinin arasına söz daxil ola bilmir. Ümumiyyətlə söz daxil ola bilmir. Amma bəzən bir ədatı daxil ola bilər. Misal olaraq burada maraqlı hekayə deyilən bir birləşmə vermişdim. Bunun arasına maraqlı bir hekayə əlavə edə bilərəm. Və ya gözəl əsər deyə bilərəm, düzdür, gözəl əsər. Bunu gözəl bir əsər kimi formaya salmaq mümkündür. Gözəl bir əsər. Arasına bir ədat daxil ola bilər. Və yadda saxlayın ki, bura gələn bir hər zaman ədəd olaraq qəbul olunmalıdır. Bəzən testlərimizdə tələbələr çalışaraq onu gözəl 2 əsər, gözəl 3 əsər versiyasına salıb, onu necə götürürlər? Say kimi qəbul edirlər. Amma biz bilirik ki, bir maraqlı hekayə, əgər belə olarsa, bir maraqlı hekayə, bu say sifət isim ardıcıllığı qaydasında da say əvvələ gəlir yəni ki. Yəni buradakı biri sifətdən sonra gələn, nə bilim belə deyək də, bu ismi birləşmənin asıl tərəfindən sonra gələn biri heç vaxt siz nə götürə bilməzsiniz? Say götürə bilməzsiniz. Oradakı bir hər zaman ədatda istisnasız olaraq. Bəs ikinci növ təyin söz birləşməsi necə olur? İkinci növ təyin söz birləşməsi biz ismin hallarından qeyri-müəyyən yerlikaldan danışırdıq. O zamandan bəri deyirdik ki, qeyri-müəyyən yerlikal yalnız qoşulduğu sözlə bir yerdə cümlədə ola bilər. Qeyri-müəyyən yerlikal istisnasız olaraq mənsubə şəkilçisi sözlə yanaşı iştirak edir və bu da bizim üçün ikinci növ təyinli söz birləşməsini yaradır. Misal olaraq deyəcəm ki, belə deyə tutaq ki, ana sevgisi. Ana sevgisini dəyişdirib biz ananın sevgisi kimi düşünə bilirik, düzdür? Yəni bu isə qeyri-müəyyən yerlikaldır. Qeyri-müəyyən yerlikalın mənsubiyyətin birləşməsi bizə nə verəcək? İkinci növ təyinli söz birləşməsi verəcək. İkinci növ təyinli söz birləşməsi. İkinci növ təyinli söz birləşmələri parçalanmırlar. Ümumiyyətlə bayaq dedim ki, parçalanan sadəcə birinci növ təyinli söz birləşməsidir. İstisnalı parçalanmayanlarını dedik, amma parçalanan ikinci növ təyinli söz birləşməsidir. İkinci növ təyinli söz birləşməsinin arasına söz daxil olmur. İstisna falan da yoxdur. Qəti surətdə bunun arasına söz daxil edə bilmərik. İkinci növ təyinli söz birləşməsinin tərəfləri eyni vaxtda cəmlənmir. Məsələn, analar sevgiləri, belə bir şey olmaz. Sadəcə elmlər namizədləri, elmlər namizədləri, sonra həmkarlar ittifaqları,
Qocalar evləri, elmlər namizədləri, həmkarlar ittifaqları, qocalar evləri kimi birləşmələrdə biz görə bilərik ki, bunların da qanuni olaraq özlərinin birinci tərəfində hər zaman cəmlənmə olduğu üçün, tutaq ki, elmlər namizədi deyilən bir, belə deyək də, qəlib ifadə vardı və ya həmkarlar ittifaqı deyilən qəlib ifadə vardı, qocalar evi deyilən qəlib ifadə vardı. Bunları biz cəmləşdirikdə məcbur artıq hər iki tərəfin cəmləşdiyini biz görək. Ona görə bunlarda bir cəmlənmə prosesi yaşada bilərik, yaşandığını görə bilərik. Bir də ikinci növlər hər zaman, yəni ki, üçüncü növə çevrilə bilmir. Yəni ki, belə deyək, ikinci növün qeyri-müəyyən yelkalını hər zaman müəyyən yelkalı çevirmək olmur. Tutaq ki, bu Qız qalası falan kimi sözləri bilirsiniz yəqin ki, Qız qalası, Bakı şəhəri, Azadlıq prospekti. Amma yenə də bunlar, yəni ki, asıl tərəfi qeyri-müəyyən yelkalda özü də ikinci növ təyini söz birləşməsi olan sözlərimiz sayılırlar. Sonra nədən danışa bilərik sizlə? Sonra ondan danışa bilərik ki, əgər ki, keçir üçüncü növə. Üçüncü növ təyini söz birləşməsinə, yəni ki, əgər ki, bu məsələn şairin fikri olarsa, yəni ki, belə deyək, əsas tərəfimiz, belə deyək, müəyyən yelkalda, asıl tərəfimiz müəyyən yelkalda, əsas tərəfimiz istənilən şəxs mənsubiyyətini qəbul edərsə, bu üçüncü növ sayılır. Bax, aradakı fərqlər nədir? İkinci növün asıl tərəfi qeyri-müəyyən yelkalda olurdu. Tutaq ki, belə bir şey yazaq da, bir dənə yazaq. Şair fikri. İkinci növün asıl tərəfi qeyri-müəyyən yelkaldaydı. Üçüncü növün asıl tərəfi müəyyən yelkaldadır. İkinci növün asıl tərəfi sadəcə üçüncü şəxs mənsubiyyətini qəbul etdiyi halda, üçüncü növün asıl tərəfi bizim dostumuz. İstənilən şəxs mənsubiyyətini qəbul edə bilər. İkinci növün arasına söz girə bilmədiyi halda, üçüncü növün arasına istənilən qədər söz girə bilər. Amma diqqətli olun, üçüncü növün arasına nə qədər söz girirsə girsin, onu bir arada cümlə özü kimi götürürsünüz, bir arada təhlil edirsiniz. Tutaq ki, bizim insanlar tərəfindən böyük hörmətlə qarşılanan dostlarımız var. Qabaqda inşallah xəbərdə danışacağıq ki, var burada predikativ xəbərdir. Bunu parçalayıb ayrıca sadəcə müstəqil xəbər kimi qəbul edirik. Var, nə var? Bizim insanlar tərəfindən böyük hörmətlə qarşılanan dostlarımız. Yəni ki, bizim burada bizim və dostlarımız sözünün birləşməsi vardı. Qalanları sadəcə araya girən hissələrdir. Və təhlil edərkən bunu sadəcə bir arada, birdən sona qədər bir arada birinə götürməliyik. Mübtəda vəzifəsində qəbul eləməliyik. Üçüncü növün arasına nə qədər söz girirsə girsin, cümlə özü olaraq bir arada təhlil edirsiniz, bir arada cümlə özü verirsiniz. Qəti surətdə parçalamırsınız. Bunu bir dənə yazıda saxlayın. Üçüncü növün nə zaman parçalanmaq ehtimalı var? Bəs üçüncü növün nə zaman parçalaya bilərik? Üçüncü növün parçalanmaq ehtimalı odur ki, bəzən bizim və sizin kimi sözlər istifadə olunur. Qarşı tərəfdə imizini itirərsə, bizim sinifimiz axı üçüncü növdür, düzdür? Bizim sinifimiz üçüncü növ kimi qəbul edirik. Amma bu imizsiz istifadə olunursa, bizim sinif qalibdir. Belə ehtimalda bunu necə qəbul edir? Parçalanmış kimi qəbul edir. Bizim sinif hansı sinif kimi qəbul edir və müstəqil təyin vəzifəsində qəbul edir. Amma dediyim kimi bunu daha birinci növdən əsas almayın. Bunlarda hər zaman əsas tərəfdə imizi bərpa eləmək şansımız vardı. Daha yəni onu siz maraqlı hekayədəki maraqlı təyin oldu, hekayə bu tərəf oldu. Biz onu birinciyə götürək kimi səhv sala bilmərik. Çünki orada maraqlı sözündə yəli çarşı şəkilçisi yoxdur. Və qarşı tərəfdə nəsə bərpa eləməyin bizə bir şey vermir. Amma burada bizimdə im vardı. Burada sinifimizdə imiz olmasa belə, onu bərpa eləsəm yenə də üçüncü növ sayılır bu. Ona görə bu ehtimal yenə də üçüncü növ sayılır. Sadəcə istisna halda parçalanan üçüncü növ sayılır. Bir dənə də məlumat verim ki, yenə də öz mənsubiyyətini itirdiyi halda parçalanmaya da bilər. Nə zaman bu qarşı tərəfdəki söz zaman məzmunlu sözlər istifadə olunarsa, bizim vaxtlar, bizim zamanlar, bizim anlar belə məzmunda olarsa,
yenə də parçalanmır. Çünki bizim vaxtlar dövran belə değildi. Dövran belə değildi. Nə zaman? Bizim vaxtlar. Bizim vaxtlarımızda. Yəni bunu yenə də əgər ki deməli ümumiyyətlə ümumiləşdirirəm. Üçüncü növ parçalanmır. Nə zaman parçalanır? Asıl tərəf bizim və sizin kimi sözlərlə ifadə olunub. Əsas tərəf öz mənsubiyyətini itirərsə parçalana bilər. Bu ehtimalın özündə də parçalanmaya bilər. Nə zaman əsas tərəfimiz vaxt, zaman kimi sözlərlə ifadə olunarsa. Fe'li birləşmə nədir bəs? Fe'li birləşmə əsas tərəfimiz məstər, fe'li sifət, fe'li bağlama ilə ifadə olunursa, o birləşmə fe'li birləşmə sayılır. Yəni ki, tutaq ki, Bakıdan gələndə özümü narahat his ettim. Narahat hiss ettim. Ne zaman? Bakıdan gələndə. Bax, burada biz görürük ki, bu hissə bir yerdə sual cavab verir və bircə bir cümlə özü kimi çıxış edir. Əgər fe'li sifət, fe'li bağlama, məstər, biz bunu fe'li bölməsindən danışmışıq. Özündən əvvəlki sözləri özünə tabe eləyib, onlarla bir yerdə sual cavab versə, bu fe'li sifət tərkibi, fe'li bağlama tərkibi, məstər tərkibi kimi qəbul olunur. Fe'li sifət tərkibi, məstər tərkibi, fe'li bağlama tərkibi qəbul olunur. Və ya başdan gələndə bu oldu demək nə tərkibi? Fe'li bağlama tərkibi. Və ya dərs oxumaq çətindir, təxşi deyirəm, çətindir. Çətindir nə? Dərs oxumaq. Burada artıq görürük ki, oxumaq özünə əvvəlki söz özünə tabi elədi və məstər tərkibi yaratdı. Və ya deyirəm ki, bizə gələn qonşu keçmiş tutaq ki, mühəndisdir. Mühəndisdir. Mühəndisdir kim? Qonşu. Hansı qonşu? Bizə gələn. Burada anan şəkilçili fe'li sifət özündən əvvəlki sözləri özünə tabi eləyərək bir yerdə fe'li sifət tərkibi yaradıb. Fe'li sifət tərkibi yaradıb. Və bunlar da nə sayılırlar bizdə? Artıq fe'li sifət tərkibi, məstər tərkibi və fe'li bağlama tərkibləri fe'li birləşmə sayılırlar. İndi isə bir şeydən danışım ki, biz dedik ki, əsas tərəfimiz məstər, fe'li sifət, fe'li bağlama ilə ifadə olunursa, bu birləşməni biz fe'li birləşmə sayırıq. Fe'li bağlama belədir. Hər zaman belədir. Əgər əsas tərəfində fe'li bağlama varsa, o birləşmə fe'li birləşmə sayılır. Amma məstər, fe'li sifətdə bəzən məsələ dəyişə bilir. Tutaq ki, bu nə zaman ola bilir? Deyə bilirsən ki, mənim oxumağım. Biz burada görürük ki, əsas tərəfimizdə maqmə şəkilçisindən istifadə olunub. Amma eyni zamanda üçüncü növündə sistemini görürük. Birinci tərəf yerlik, ikinci tərəf mənsubiyyət. Mənim oxumağım. Belə birləşmələri əsas tərəf məstərlə və ya fe'li sifətlə ifadə olunsa belə, biz üçüncü növ təyini söz birləşməsi, yəni ismi birləşmə qəbul edirik. Misal olaraq deyə bilərəm ki, bir dənə də fe'li sifətlə nümunə verim. Uşaqların oxuyanlarım. Burada anan şəkilçisini görürsünüz siz. Yəni oxuyan sözü fe'li sifətdir, isimləşmiş fe'li sifətdir. Amma biz bunu fe'li sifət tərkibi deyil də üçüncü növ qəbul edirik. Səbəb dediyim kimi üçüncü növün sisteminə tabedir. Birinci tərəf yerli, ikinci tərəf mənsubiyyət sisteminə tabe olduğu üçün biz bunu üçüncü növ, yəni ismi birləşmə qəbul edirik. Bu birləşmələrdə diqqətli olun. Bircə bir dənə bundan da ehtiyatlı olun. Bu isə mənim oxuduğum. Sonunda dığım şəkilçisini görürsünüzsə, bunu siz fe'li sifət tərkibi qəbul edin yenə. Day çaşdırmayın. Mənim oxuduğum da mənim və sondakı mənsubiyyəti görüb çaşmayın. Dığım şəkilçisi parçalanmaz bir şəkilçisidir. Mənim oxuduğum birləşməsində deyə bilmirsiniz ki, birinci tərəf yerli, ikinci tərəf mənsubiyyət. Deyə bilirik ki, birinci tərəf yerli, ikinci tərəf dıq plus mənsubiyyət. Və belə bir də üçüncü növ sistemi yoxdur. Ona görə dığım şəkilçili hissəni siz fe'li sifət tərkibi kimi qəbul edirsiniz. Bax, bu tipli testlərdən testə diqqətli olun. Hansılar ismi birləşmədir, hansılar fe'li sifət tərkibidir falan məsələsində bunları verib çaşdıra bilirlər. Bir də sonuncu məsələdən danışaq ki, söz birləşməsinin sadəliyi və mürəkkəbliyi məsələsindən.
Ümumiyyətlə söz birləşməsi nə zaman sadə, nə zaman mürəkkəb olur? Söz birləşməsi əgər iki sözdən ibarət olarsa, sadə, yəni iki leksik məna verən sözdən ibarət olarsa sadə, 3 və daha artıq leksik məna verən sözdən ibarət olarsa mürəkkəb sayılır. Yəni leksik məna verən sözdən tərəf deyirəm. Məsəl üçün belə bir şey desəm, sizə tərəf gələn yol təmirdədir. Təmirdədir. Nə? Yol. Hansı yol? Sizə tərəf gələn. İlk baxışdan bu sizə mürəkkəb kimi görsənə bilər. Amma buradakı tərəf nədir? Qoşma. Qoşma olduğu üçün leksik məna verən söz yenə də əlimizdə oldu. Neçə dənə? 2 dənə. Ona görə də burada bunu necə qəbul edirik biz? Yenə də sadə fe'li sifət tərkibi sayırıq. Sadə söz birləşməsi sayırıq. Və ya birinci növdə dediyi araya bir ədatı girə bilər. Maraqlı bir hekayə. Bu yenə də burada bir ədatdır demişik. Leksik məna verən söz 2 dənədir. Yəni ki, siz bunu mürəkkəb qəbul edə bilməzsiniz. Bu yəni sadə bir söz birləşməsidir. Və ya olet bilgılı tərkiblərdə diqqətli olun. Misal üçün yazır ki, kömək edən dostumdur. Dostumdur. Kim? Kömək edən. Və yazır ki, mübtəda fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Bizə fe'li sifət tərkibi olması üçün nə lazımdır? Ən azı 2 dənə söz lazımdır. Sadə və ya mürəkkəb olsun. Sadə olması üçün belə 2 dənə söz lazımdır. Burada isə kömək etmək necə bir sözdür? Bilirsiniz yəqin ki, burada olet bilgılı parçalanmadı. Bu parçalanmadı deyə bu bir söz sayılır. Siz deyəməzsiniz ki, mübtəda fe'li sifət tərkibi ilə ifadə olunub. Deyə bilərsiniz ki, mübtəda fe'li sifətlə ifadə olunub. Bunu əksərən testlərdə qoyurlar və tələbələr çaşır. Nə zaman burada yenə çaşdıra bilirlər? Bax, bəzən axı olet bilgılı demişik. Olet bilgılı müxtəlif sözlərlə əvəz eləyə biliriksə, orada parçalanma gedir. Yəni ki, hərəsi ayrı söz kimi qəbul olunur. Misal üçün, bax, yazıram ki, Bakıda olan hadisə hər kəsi qorxuzdu. Qorxuzdu. Nə hadisə? Kimi qorxuzdu hər kəsi? Hansı hadisə? Bakıda olan. İndi burada mübtədan mənim fe'li sifət tərkibi ilə ifadə olunub, yoxsa fe'li sifətlə ifadə olunub? Bu fe'li sifət tərkibi sayılır. Çünki buradakı olan sözü nədir? Bakıda baş verən hadisə. Olmaq sözünü mən başqa bir sözlə əvəz edə bilirəm. Baş verməklə əvəz edə bilirəmsə, artıq orada Bakıda sözü bir söz, olan sözdə 2 söz. Əlimdə 2 söz olduğu üçün bunu mən sadə fe'li sifət tərkibi kimi qəbul edə bilərəm artıq. Sadə fe'li sifət tərkibi kimi qəbul edə bilərəm. Sonra mürəkkəbdəki dediyimiz kimi mürəkkəb olması üçün 3-4 dənə sözdən ibarət olmalıdır. Tutaq ki, deyirik ki, bir dənə də mürəkkəb nümunə verək. Hər gün tezdən ayılıb idman edən Müzəffər bugün yatıb qalmışdı. Yatıb qalmışdı. Kim? Müzəffər. Hansı Müzəffər? Hər gün səhər tezdən ayılıb idman edən. Görürük ki, bunun tərkibində neçə dənə sözdən ibarətdir. Deməli, artıq nə sayılacaq? Leksik məna verən bir neçə sözdən ibarət olduğu üçün biz bunu fe'li sifət tərkibi kimi yadda qəbul edə bilərik. Yəni, mürəkkəb fe'li sifət tərkibi kimi götürə bilərik. Bu qədər əziz izləyicilər. Gələn dəstədə görüşənə qədər. Çox sağ olun.